Bugün Ağdam rayonunun ictimaiyyətinin nümayəndələri, eləcə də bir qrup ziyalılar Qəhrəman Rahib Məmmədovun üstünü ziyarətə gəliblər. Bu ziyarətdə həm də qəhrəmanın adını daşıdığı məktəbin müəllim və şagird kollektivi iştirak edir. Salam əziz məktəblilər, əziz müəllimlər, əziz rayon ictimaiyyəti. Bugün Ağdam rayonunun bir qrup ziyalıları və ictimaiyyəti həm sizin görüşünüzə gəlib, həm də bizim Rahib Məmmədov haqqında onun muzeyini ziyarətə gəliblər. Ən əvvəl istərdim ki, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Bəli, bizim tədbirimiz muzeyi ziyarət eləyəcəyik və sonra orada bizim ziyalılarımız, hansı ki muzeyə həm hədiyyələri var, həm orada öz çıxışları ilə, öz sözləri ilə tədbirimiz muzeydə davam edəcək. Tanındı sıra ve Ahmet. Para formasındadır lan. Ağaya çevirin var. Çevirin var. Hələ nə bahardı, nə də ki yazdı. Suların hayqırıb yolunu azdı. Coşqun dalğalarım bizə dərd yazdı. Kimin üçün salmışdın dəli harayı? Sənə nə deyim, Rioni çayı. Bir ata dikmişdi yola gözünü, bir ana sayırdı həftəni, günü. Hamı gözləyirdi gələn gününü. Necə qarışdırdın sən ili, ayı? Sənə nə deyim, Rioni çayı. Ana oxşayırdı hər gün boyunu, bacı gözləyirdi qardaş toyunu. Kim çaldı oynadı bu tərs oyunu, belə mi çalındı onun toy payı? Sənə nə deyim, Rioni çayı.
O gəncin qəlbində arzular qat-qat, önündə təzəcə gülürdü həyat. Arzular gönçəykən qurudu heyhat, bir ömrün necə də uçdu sarayı. Sənə nə deyim, Rioni çayı. O bir igid idi, güllə batmazdı. Düşmənlər olsa da gücü çatmazdı. O ki hər layladan belə yatmazdı. Kim çaldı rahibə bəs bu laylanı? Sənə nə deyim, Rioni çayı. Hünərinlə sən oldun, igidliyə yol açan, tarixdə ən az yaşlı, qırmızı ulduz alan, qeyrətinlə iz salan, unudulmaz qəhrəman, göstərdiyin hünəri dünyada hər kəs bilib. Bu elimin yurdumun qururusan sən rahib. Keçib gör neçə illər, yenə gəlib keçəcək. Ayrılıq bir şərabdır, hamı ondan içəcək. Zamanı gələn anda hamı bir-bir köçəcək. Şərəfli ölümündən millətimiz fəxr edib. Bu elimin yurdumun qururusan sən rahib. Yaşadın 20 il, çox yerdən gəlir adlar. Bakının mərkəzində Rahib adlı küçə var. Neçə yerdə abidə, məktəbin, muzeyim var. Adil adınla sənin, hünərinlə fəxr edib. Bu elimin yurdumun qururusan sən rahib. Vətən sənə canım fəda. Vətən sənə canım fəda. Hər şey vətən üçün. Hər şey vətən üçün. Vətən sənə canım fəda. Vətən sənə canım fəda. Hər şey vətən üçün. Hər şey vətən üçün. Məktəbin şagirdləri hansı ki qəhrəmanımız kimi rayonumuzda keçirilən futbol yarışında birinci yerə çıxıblar. Bunlar yenə də müsabiqəyə gedirlər, yarışa gedirlər. Biz hər birimiz onlara uğurlar arzulayırıq və mən istəyirəm elə onlara uğurları bizim şəhid atamız Mehman əmi nə arzulayırsa bizim bu qəhrəmanlara buyursun onlara. Mən də öz balalarıma çempion olmağı arzu edirəm. Gün olsun onlar Respublika birincisi olsunlar. Mən də bunları baxanda öz şəhid balamı görürəm bunların timsalında. Mənim balam vətənpərvər idi. O da Hərbi Akademiya oxudu, zabit olaraq şəhid oldu. Amma Allah sizlərə can sağlığı versin, ömür versin. Allah sizləri valideyninizə doğunca versin. Valideyninizin, Ağdamımızın başı uca edən elallardan olun. Allah sizlərə kömək olsun. Gün olsun siz çempion olun. Mən gəlib sizi təbrik edim. Sağ ol Mehman əmi. Allah canını sağ eləsin. İnşallah sizin duanız, şəhidlərimizin duası, ruhu həmişə sizinlə olsun. Və getdiyiniz hansı ki, nə qələbə qazansanız, bilin ki, həmişə onu yadınızda saxlayın. Hansı məktəbin şagirdisiniz və hansı rayonun nümayəndəsisiniz, yetirməzsiniz. Onu yadınızda saxlayın. Məktəbin rəhbərinə böyük təşəkkürümüzü bildiririk. Bütün tədbirlərdə hamısında, rayonumuzda göstərilən bütün tədbirlərdə hamısında çox mükəmməl, çox gözəl bir çıxışları ilə bizim qəlbimizə yol açırlar. Allah sizləri var eləsin, bu gözəl məktəbi tikdirən dövlətimiz var olsun. Ali Başkomandanımız var olsun. Və bu günlərim bizim burada bütün varlığı ilə, həyatı ilə, sənətin, ömrün müəllimliyə həsr eləyən qocaman müəlliməmiz də bu günlərim, Nübar müəllimə burada iştirak eləyir. Mən istərdim elə Nübar müəllimə də bir gözəl pedaqoq kimi bu şagirdlərimizə bir arzularım bildirsin. Bu məktəb mənim üçün çox doğmadır, həqiqətən. Məktəbdə olmuşam, məktəbə gələrək bu muzeyi görmüşəm və o muzeyi yaşadan insanlara minafərin demişəm. Uşaqları o günü gördüm, birinci yerə çıxıblar, fəxr elədim. Bayaq şəhid atası gözəl dedi. Uşaqlar, siz vətəninsiniz, təkcə valideyninizin yox. Necə ki, bu igid bütün xalqındır. Necə ki, şəhidlərimiz bütün xalqındır. Çalışın, həmişə vətənin adını uca tutun. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Sizə inanıram, güvənirəm ki, həmişə birincilik sizlə olacaq.
Şöhrət Muzeyinin böyük salındayıq. Mən istərdim ki, muzey haqqında məlumatı Rahib Məmmədovanın Döyüş Şöhrət Muzeyinin rəhbəri həm də Rahib Məmmədovun qardaşı Sahib müəllim öz məlumatını versin. Buyurun. Çox sağ ol Qorxmaz müəllim, Allah canını sağ eləsin. Bu günlərin Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin kollektiv üçün, bizlər üçün çox əlamətdar bir gündür. 14 may 2026-cı tarix. Ağdam rayon ictimaiyyətinin, ziyalılarının bir qrup şəxslər bu gün bizim muzeyə ziyarətə gəliblər və Rahib Məmmədovun büstü önünə gül dəstələri qoydular, öz ehtiramlarını bildirdilər və nəzərinizə çatdırım ki, Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyi 1987-ci ildə qəhrəman Rahib Məmmədovun Gürcüstan Respublikasında etdiyi qəhrəmanlığından sonra Rahib Məmmədovun adına yeni məktəb inşa olunub və bu muzey Rahib Məmmədovun xatirəsinə inşa olunub və həmən illər Rahib Məmmədovun şəxsi əşyaları bu muzeydə toplanıb və 1990-cı ildə 18 may Muzeylər günündə Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyi adı verilərək rəsmi olaraq Mədəniyyət Nazirinin tabeyilə verilir. Və hər kəsə məlumdur ki, biz burada Rahib Məmmədovun şəxsi əşyalarının, eksponatları ilə yanaşı bizim 1-ci Qarabağ müharibəsində və sonraki 44 günlük Vətən müharibəsi illərində qəhrəmanlıqlar etmiş bizim qəhrəmanların şəxsi əşyaları, onların əyinlərindən çıxan qanlı paltarlar və müəyyən illərdə bizim mənfur düşmənlərimiz tərəfindən bizim ərazilərimizə, dinc sakinlərə atdıqları mərmilərdən müəyyən nümunələr bizim muzeydə qorunur, saxlanır ki, onu da məqsədimiz gələcək nəsillərə aparıb çıxartmaqdır. Və bir daha muzeyimizin kollektiv adından sizin hər birinizə özlərin minnətlarımızı bildiririk ki, bu günlərim gəldiniz və muzeyi yenidən canlandırdınız. Hörmətli izləyicilər, biz öncə də dediyimiz kimi Ağdam rayon ictimaiyyətinin nümayəndələri, eləcə də bir qrup ziyalılarımız, şəhid ailələri, qazilərimiz burada iştirak edir və bu muzey doğrudan da yarandığı gündən Rahib Məmmədovun adına layiq olaraq öz adət və ənənəsini davam elətdirir. Belə ki, ilk vaxtlar Qarabağ münaqişəsi müharibəyə çevrildiyi devirdə bizim milli ordu yaranan zaman komandir heyəti həmişə Rahib Məmmədovu bir örnək olaraq göstərmişdir. Çünki bizim həm yerlimiz Rahib Məmmədov dinç devirdə qəhrəmanlıq göstərmişdi. O, insansevərliyini nümayiş etdirərək öz canını fəda etmişdir. Bunu da bizim Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Leytenant Şirin Mirzəyev ilk zamanlar nizami ordunu yaradan zaman Rahib Məmmədovun qəhrəmanlığını öz döyüşçülərinə bir nümunə kimi göstərmişdir. Və bu günlərində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeydə həmən o igidlərimizin şəxsi əşyaları bu muzeydə qorunub saxlanır və onlar gələn ictimaiyyət nümayəndələrinə, istərsə də gənc nəsillərə, eləcə də müəllim, tələbə, şagird kollektivinə burada nümayiş olunur. Və istərdim ki, elə bu günlərin bura gələn bizim bu ziyalılarımız, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilərimiz, yaxşı olar ki, muzeyin içəri daxil olaq, orada eksponatlarla tanış olaq. Hörmətli izləyicilər, gördüyünüz kimi bu muzey digər muzeylərdən fərqlənir. Belə ki, burada olan döyüşçülərimizin və orada olan şəhidlərimizə məxsus olan şəxsi əşyalar burada qorunub saxlanır. Hətta mən bir məsələni xüsusi olaraq qeyd edeyim ki, Azərbaycanın yeganə şəhidi, şəhid xanəndəsi Şahmalı Kürdoğlu'nun şəkili və ona həsr olunmuş kitab da bu muzeydə öz yerini tapmışdır. Bu muzeyə gələn ziyalılarımız, yazıçılarımız, şairlərimiz və digər ziyalı nümayəndələrimiz bu muzeyə gələn zaman onlar bu muzeyə aid istərsə də vətənpərvərlik mövzusunda yazdıqları kitabları və digər əşyaları bu muzeyə təqdim edirlər. Bu günlərin elə Ağdam rayon ziyalılarından Nadir Qədimli burada iştirak edir və o da vətənpərvərlik mövzusunda yazdığı kitabı bu günlərin bu muzeyə təqdim edir. Mən istərdim Nadir müəllim ümumiyyətlə bu muzey haqqında və bir vətənpərvərlik mövzusunda yazdıqları yazıları ilə öz sözünü desin. Buyurun Nadir müəllim.
Çox sağ olun. Təşəkkür edirəm. Bu günləri doğrudan da hər birimiz üçün bir qürur yeri, bir qürur mənbəyidir. Mən bu muzeydə ikinci dəfədir ki, bu muzeyi ziyarət edirəm. Bu muzeyin zənginliyi olduqca gözəldir, olduqca dərin, mənalıdır. Bizim götürək elə Sovet devrini, yəni çünki bugünkü bu şəhidimiz də Sovet devrində qəhrəmancasına şəhid olub, Sovet ailəsində olduğumuz devirdə və bizim Mehdi Hüseynzadələrimiz olub, bizim Hacı Aslanovlarımız olub, bizim Cəmşid Naxçıvanskimiz olub, ta qədimə geçsək, Əlmərdan bəy Tövcübaşovumuz olub və s. Və qəhrəmanlıq heç də dövrü əhatə eləmir ki, bu Sovet devridir, bu müstəqil Azərbaycan devridir. Qəhrəman qəhrəmandır və ən ümdəsi məsələ odur ki, deməli, Rahib Məmmədov şəhid olduğu devirdən bu günə qədər gəlib bizim bu Qarabağ faciəmizə çıxana qədər və tam qələbəmizə qədər Azərbaycanın bütün şəhidləri, Ağdamın milli qəhrəmanları, başımıza yada bax belə nümunələr, top mərmiləri, çirkli silahlar hamısı bu muzeydə cəlb olub. Bu muzeyin zənginliyi və gələcək nəslin vətən nə olduğunu deməyi, gələcək nəsildə maarifləndirmənin gücləndirilməsinə yönəlmiş bir gözəl təşəbbüsü, bir gözəl muzeydir. Hal-hazırda bilirik ki, Gürcistan-Azərbaycan arasında böyük, çox gözəl bir dostluq əlaqəsi var. Və bu dostluq əlaqəsinin ən böyük bağı Rahib Məmmədov. Bizim elimizin, obamızın oğludur. Bu ayrılmaz bir bağ bizi bağlayır. Çünki hər hansı bir siyasi məsələlər olanda ortada Rahib Məmmədovun neçə Gürcü ailəsini ölümdən xilas etməsi öndə durur. Və mən bu günləri o qəhrəmanlar qarşısında, beləcə də Rahib Məmmədov ruhu qarşısında baş əyirəm. Çünki o bütöv bir Azərbaycandır. Və ona görə də mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək hər bir zaman bir neçə əsərlər yazmışam, bir neçə əsərlər müharibə mövzusunda tamaşaya qoyur və bu günləri özümə borc bildim ki, mən bu günləri Danışır Azərbaycan və bir də ürəyimə yalan yağış mövzulu sırf mən deyərdim 80% vətənpərvərlik mövzusunda qeyd olunan yazı vardı və mən bunu hədiyyə edeyim Rahib Məmmədov adına muzeyə. Dərin təşəkkürümü bildirəm bir daha və mən arzu edirəm ki, bu gözəl təşəbbüs həmişə davam etsin və köhnəliyindən təzəliyinə asıl olmayaraq heç bir vətəndaşımız unudulmasın. Yazıqdır, incitmə bu vətəndaşı, qəlbində həmişə sən vətəndaşı, eləcə can verəm, başımın altda ola ana dizi bir vətəndaşı. Çox sağ olun Nazım. Mən elə istərdim ki, həmən o kitabların müzeyin direktoru və Rahib Məmmədovun qardaşı Sahib müəllimə təqdim edəsiniz. Məmnuniyyətlə. Çox sağ olun Nazım müəllim. Və hörmətli tədbir iştirakçılar, sizin nəzərinizə çatdırım ki, 1990-cı ildə bizim Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində bizim şairimiz, Ağdamlımız Famili Mehdi tərəfindən və bizim unudulmaz alimimiz Xudu Məmmədovun təşkilatçılığı ilə burada muzeydə Yazıçılar İttifaqının qurultayı keçilir, plenumu keçilir və məqsəd də o olub ki, Qarabağda yaşayan Azərbaycanlıların haqlarının tapdanmaması. O dövrdə birlikdə erməni daşnaqları biz torpaq iddiasına başlamışdı və bizim Qarabağda yaşayan Azərbaycanlarımıza qarşı o dövrdə onlar Məkkədə siyasət yürüdürdülər. Və məqsəd də o idi ki, burada yaranmaqda həm plenum keçirildi və Yazıçılar İttifaqının adlı sanlı yazıçılarının əl yazmasından ibarət, bax belə Nadir müəllim bugün verdiyi kimi bizim muzeyin xatirə kitabxanası var ki, o gündən bu günə qədər həm də eksponatlarla yanaşı bizim muzeyə gələn ziyarətçilər tərəfindən belə kitablar təqdim olunur. İstər yazıçılar tərəfindən, istər müəyyən adamlar tərəfindən ki, öz sevdiyi əsərləri, kitabları muzeyə hədiyyə edirlər. Və Nadir müəllim, çox sağ olun, söz minnətdarlığımızı bildiririk və bu kitablar bizim muzeyin sevilən kitablarından biri olacaq və gələn məktəblilərə, gənc nəslin nümayəndələrinə kitab haqqında da biz məlumatlar verəcəyik. Çox sağ olun. Çox sağ olun Sahib müəllim. Yəni bu kitabla bağlı eləcə də bu indiki vaxtda deyil, hətta 90-cı illərdə də
bizim yazarlarımız, şairlərimiz bu muzeyə öz kitablarını imzaları ilə təqdim ediblər. Ona görə də bu günlərin Nadir müəllimin verdiyi kitab da elə yerinə düşdü. Yəni bu muzeyin ən oxunan və seçilən eksponatlarından birinə çevriləcək. Mən bu arada diqqətinizə çatdırmaq istəyərəm ki, istər 90-cı illərdə olsun, istərsə də 20-ci ildə olan müharibənin iştirakçılarından bizim özündə 3 ad yaşadan qazi, şəhid atası, şəhid qardaşı, Mehman qardaşımız da iştirak edir. Mən niyə Mehmanın burada söz deməsini istəyirəm? Çünki o özündə 3 ad yaşadı. Ümumiyyətlə onu götürəndə nəslindən xeyli adam, mülki və hərbi şəhidlər var. Mən istərdim ki, Mehman qardaşımız bax bu vətənpərvərlik mövzusunda bir daha öz fikirlərini söyləsin. Çünki Mehman qardaşımızın bu haqda danışmağa mənə elə gəlir ki, haqqı var. Buyurun Mehman qardaşım. Doğrudan da şahid verin, bir buyurursunuz. Bu vətəni qorumalıyıq ki, o üstündə yaşaya bilək. Vətəni müdafiə eləməliyik. Biz kişilər, Azərbaycan kişiləri, Azərbaycan oğulları, bizim analarımız, bacılarımız, mənfur düşmanlarımıza əsir düşməsin. Necə ki, onlar əsir düşdü Xocalıda, Xocabənddə, Kəlbəzərdə. Biz bir Azərbaycan kişisi olacaq, bizim hamımızın borcumuzdur. Birinci növbədə ana, vətən. Həm analarımızı, həm vətənimizi qorumaq bizim borcumuzdur. Vətən deyəndə ana başa düşülür. Çünki bu oğulları vətəni bəxş edən analardır. Mən bütün şəhid analarına qarşısında baş verirəm, bir qazi olaraq, bir şəhid atası olaraq. Çünki o oğulları analar vətənə verir, atalar verir. Atalarına təbii ki, zəhməti çoxdur, onlar da evlatlarını böyüdür, oxudur, zəhmət çəkir. Ağır işlərdə işləyir. Bizim heç birimizin evladımız öz başına böyümüyor. Biz hamımız onları oxutmuşuq. Mən özüm oğlumu 4 il, 5 il hazırlığa qoymuşam, öz pensiyama. Təqaüdəm onu hazırlığına vermişəm. Oxudub, ali savadlı bir oğul şəhid vermişəm ki, bizim analarımız, bacılarımız torpağımız üstündə rahat gəzsin, bir də bunları əsir düşməsin erməniyə. Allah torpağımızı həmişə azad eləsin, Allah ordumuzu qorusun, əsgər zabitlərimizi qorusun. Allah bizim aile başkanlarından öz hərbiyyədə can sağlık etsin. Çünki o ordunu yarattı, o ordunu qurdu, o silahlar aldı, hərbi məktəblər açdı, zabitlər yetişdirdi. 052 deyilən Salih hərbi sistemi o yarattı. Bir daha təşəkkür edirəm hamınıza gəldiyiniz üçün. Doğrudan da bu muzey bizim hamımızın fəxrimizdir. Bizim balalarımızın burada şəkilləri var, əmanətləri var. Mənim özümün də oğlum burada əmanətləri var, telefonudur, su fıryaqıdır, şəkilidir. Orada o kremidir, iynəsidir, sapıdır, pagonlarıdır, sahadadır. Və qardaşının da burada var. Şəkil var, bəli. Özdə məzarsız şəhiddir. Çox sağ olun. Nə deyə bildim, qalanını siz deyirsiniz. Sağ ol Mehman qardaşım. Mən istərdim ki, bax bu mövzumuza uyğun olaraq bizim həmi sizin kimi insanların, eləcə də gənc nəslinin nümayəndələrinin və ictimai fəallarımız həmişə vətənpərvərlik mövzusunda şeirlər söyləyirlər, təbliğatlar aparırlar. Bax bu günlərin belə ictimai fəallardan biri də Çingiz buradadır. Mən istərdim ki, bax elə Çingiz də bir ictimai bir fəal kimi sözünü desin və bir vətənpərvərlik bir şeir söyləsin. Buyurun. Şakir mənim, Allah köməyiniz olsun, gələn ayaqlarınız var olsun. Mən də bir şəhid qardaş olaraq hər birinizə təşəkkür edirəm. Şair Vəliyyət Adil Ağdanın şəhidlərimiz haqqında yazdığı şeirlər onu səsləndirəcəm. Həyat bir kitabdır, siz müəllifi, qaldınız yaddaşda tarix yazaraq. Yurdumu azaldı, sizinlə gəldi, sizə borcumuzu necə qaytaraq. Yigit canını verdi, vətənim dedi, savadlı, sağalmaz deyilən dərdi. Bu yolda çox yigit canını verdi, sizə borcumuzu necə qaytaraq. Hər addımda varsa qanizi, daşdıra toplasan tutmaz dənizi. Xoş günlərə belə gətirdir bizi, sizə borcumuzu necə qaytaraq.
Qaldı ağlar neçə qızlar gəlinlər, sevgisinə həsrət qaldı sevənlər. Yetim qaldı neçə körpələr, sizə borcumuzu necə qaytaraq? Şəhidlər, qazilər əzizdir hər an. Əsirlər ölsə də çıxmaz da yaddan. Adil cavab tapa bilmir bu sualdan. Sizə borcumuzu necə qaytaraq, sizə borcumuzu necə qaytaraq? Gəl Allah bütün şəhidlərimizə rəhmət edin. Çox sağ olun. Təşəkkür edirəm. Allahdan qazilərimizə can sağlığı arzulayıram. Allah müzəffər ordumuzu qorusun. Çox sağ olun. Eşq olsun sizin kimi vətənpərvər oğullara, sizin kimi ictimai fəallara. Mən bu günlərin bura gələn bu Ağdam ictimaiyyətinin nümayəndələri, eləcə də ziyalılarımız. Bu ziyalılarımız içərisində Nübar müəllimə də var. Nübar müəllimənin bir sürprizi var, açığını deyim. Neçə vaxtı gözümüz yoldadır ki, bu nə sürprizdir. İstəyərdik ki, elə bax, bu günlərin burada olmuşkən Nübar müəllim öz bu sürprizini bizə açıqlasın və öz fikirlərini söyləsin. Mən qabaqca onu deyim ki, mən birinci olaraq Rahib Məmmədovun həlak olmasını Moskva kanalından eşitdim. Onda evimdə qulaq asırdım, çox dəhşətə gəldim. Və Ağdamlı oğlu olaraq 28 ailəni xilas edib, ailə deyirik. Hər ailədə 3, 4 uşaq, ana, ata və 29-cuna gedən yerdə Moskvanın dediyi faktları deyirəm. O özü həlak olmuşdu, öz maşını ilə, dəmir maşını ilə. Bir dənə faktı deyim, onu heç unuda bilmirəm. Mən Gürcüstanda eşitdim onu. Orada o Sovet ordusu sıralarında ermənilər də olub. Rahib Məmmədovun yanında bir sırada xidmət edən. O ermənilərin biri köməyə getməyir. Yəni bu, onların xislətini el vaxtdan göstərirdi. Və Rahib Məmmədovun qəhrəmanlığı, bəx, şairimiz gözəl dedi. Bu qəhrəmanlıq insanlıq qəhrəmanlığıdır. Öz ömrünü bilərək 20 yaşında bir gənc öz ömrünü Sıvanların yolunda, Gürcülərin yolunda və düşünmədən, ananı, atanı düşünmədən irəli atmaq bu əsl qəhrəmanlıqdır. Bu Azərbaycanın milli qəhrəmanıdır. Bu Sovet İttifaqı qəhrəmanıdır. Muzeyin direktoru çox gözəl məlumat verdi. Rioni çayı daşdı, Xobi rayonunda və o çay ətrafında yaşayan Sıvanlar qaldı, o kənd qaldı o selin altında. O kənd bugün yoxdur. Mənim tələbə yoldaşım var orada, hər zaman əlaqə saxlayıram. O kənd artıq yoxdur. Onlar üçün ayrı torpaqlar, ayrı dövlət. Orada ayrı kənd salıblar. Və onlar hər zaman Rahib Məmmədovun orada heykəli var, üstü var, adına məktəb var, adına küçə var. Bir faktda dedi ki, dedim mən öz evladımın adını birinci olaraq Rahib qoydum. Heç kəsin, biri dedi bu var, dedim yox. Rahib əsl qəhrəmandır Azərbaycanlı olaraq. Rahib mənim üçün əsl qəhrəmanlıqdır. Mən həmin 87, 88, 89, 91-ci ildə artıq köçkünlük həyatı 4 il qəhrəmanlar unudulmur. Elə mövzularda Rahibin qəhrəmanlığını vermişəm ki, elə mövzularda bütün uşaqlar. Divar qəzetləri çıxartmışıq, kompoziya hazırlamışıq. Hətta bir köhnə lentə köçürmüşdük. Çox təəssüf edirəm, onu axtarım, tapıram ki, görüm, kətdə əfqanat bir oğlan var, o çəkmişdi. Çox təəssüf edirəm ona. Bugün mən öz əməlimlə o qəhrəmanı sevərək, bütün şəhidlərin qarşısında baş əyirəm, köhnə qonşu, Mehman qardaş, sən qarşında baş əyirəm, oğlunun hər zaman ziyarətgah yerimdir, gedirəm, tələbələrimi işləyəndə aparmışam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir söz deyim, Azərbaycan azaddır, müstəqildir, dediyin eli dünya dövlətləri içərisində Azərbaycan öz sözünü deyə yeganə dövlətdir. Biz heç kəsdən asılı deyilik, biz heç kəsə boyun əymirik. Bugün bu muzeyi yaradanlara eşq olsun, bugün şəhid atalarına eşq olsun, qarşınızda baş əyirəm. Mənim qardaşım da qəhrəmanlıqla döyüşüb. Məşhur kəşfiyyatçı olub, Ağdamın Papəvən kəndində Lüləsər döyüşlərinin qəhrəmanı olub. O günü getdim, çox təəssüf elədim. 46 kiloluq branjileti tapa bilmədim ki, mən onu gətirib bu muzeyə təhvil verəm. Siz pis olmayın. Siz bir dəfə, mən həmişə izləyirəm, qəbristanlıqda dediniz ki, ey sarıvan, qoyma gedə bu karvan. Bu karvanda hamımız var, Mehman qardaş, hamımız.
xoş o kəsdir ki, yaşadığı ömrü şərəflə yaşasın. Ya bugün 100 il yaşadınsa, bir şey yaramadınsa ömür deyil. O hansı şairin səslərində var, deyir ki, ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölüm qədər zəhərli. Sizin evlatlarınız, şəhidlərimiz xoşbəxt bir ömür yaşayıblar. Məkanları cənnət olsun. Sağ olun. Bax, Və indi sizin sürpriziniz bax budur. bax, Bugün ən böyük 1200 sıxlığına, ondan yüksək sıxlıq yoxdur. İpəkdən toxunmadı, yun deyil, su deyəndə rəngi çıxar. Mən icazə vermirdim, məndən çox icazə istədilər. Onu toxuyanlar ki, biz bunu verək də, biz bunu çəkəcək. Mən qoymadım heç zaman. Dedim ki, o birinci gedəcək muzeyə, sonra şəbəkəyə çıxacaq. Sonra bir ipucu verəndən sonra gecə saat 12-də bütün şəbəkələrə verdilər. O şəklin o cürə canlı çıxması üçün Adil müəllimə təşəkkür edirəm. O şəkil tapmaqda Adil müəllim mənim kömək elədi. Çox güman ki, onlar Sahib müəllimlə aldı. Məndə olan şəkilləri bu qədər canlı deyildi. Allah köməyiniz olsun. Və o başdakı 2 mısrada Adil müəllimləndi. İstədim köy şeiri bitər yerləşdirim. Dedilər, bundan böyük ola bilməz. Abidən ucaldı çox gənc yaşında, qaldın qəhrəman tək el yaddaşında. Bax, o Adil müəllimin misralarıdır. Aşağısından da Azərbaycanın qəhrəman oğlu Məmmədov Rahib Gülmalıoğlu 67-87. 20 il yaş yaşayıb, 20 il yaşda Azərbaycanı yaşadıb. Azərbaycanın qəhrəmanlığını yaşadıb. O Təşəkkür edirik sizə. Allah canınızı sağ eləsin. Allah sizi var eləsin. Elə bilirəm ki, mənəvi borcumu yerinə yetirdim. Mənəvi cəhətdən. Vətənim Azərbaycan qrupu olaraq biz bu ailəyə böyük məhəbbətimiz var. Ailə elə qəhrəman igid yetişdirib. Onun qardaşı da bizim Vətənim Azərbaycan qrupunun üzvüdür. Mən bu müəlliməyə çox sağ ol deyirəm ki, bax mən Ağdərəliyəm. Tərtərdə böyümüşəm. Məni belə gözəl insanlarla bu xanım o qrupa salıb və mən tanış olmuşam. Sağ olun. Biz bilirik ki, bax sizin kimi vətənpərvər bizim ziyalılarımız, gənclərimiz ki var. Bunlar heç zaman bizim qəhrəmanlarımız unudulmayacaq. Onlar əbədi yaşayacaq. Neçə vaxtdır gözlədiyimiz bu sürpriz artıq məlum oldu və Nübar müəllim hazırlatdığı bu xalçanı muzeyin direktoru həm də Rahib Məmmədovun qardaşına təqdim edir. Buyurun. Sağ müəllim. Nübar müəllimə, gözəl ana, gözəl pedaqoq, gözəl müəllimə. Allah canınızı sağ eləsin. Sanki mən bu günlərim Rahiblə qarşı-qarşıya gəldim. Hər saxsı parçası, hər məzar başı nəsildən nəsilə bir yadigardır sağ müəllim. Bu illərlə, əsrlərlə bax bu cürdə qalacaq. Sizin adınızla bağlı muzeyin yaranma gündən bu günə qədər Rahib Məmmədovun özü haqqında hələ mən sizə deyim ki, belə qiymətli bir eksponat muzeyə kimsə tərəfindən verilməyib. Bunu siz yeni verdiniz və bu illər keçəcək, 100 illər keçəcək. Sizin adınızla bağlı muzeyin girişində ən gözəl yerdə 1200 ilmə ən sıx toxunuşlu xalçadır. Bizim üçün, muzey kollektivi üçün həqiqətən də bu çox dəyərlidir. Kollektivimiz adından, ailəmiz adından sizə özlərinizi çox sağ olun. O mənim, o ki, bir elə insan xilas edib. Mən bir insanı yaşatmağa şəxsən özümü mənəvi borc hesab edirəm. Bu mənim mənəvi borcumdur. Özümü də həmişə borclu saymışam. Biz xalq olaraq belə qəhrəmanlarla varlıyıq. Mən heç nə bilmirəm. Artıq söz deyil. Allah kömək. Çox sağ olun. Nübar müəllimin təqdim elədiyi həmən o xalça öz yerini yerləşdirirlər. Və mən istərdim ki, bu günlərin burada olan bu ziyalılarımız, rayon ictimaiyyətinin içərisində olan ictimaiyyət nümayəndələrindən bizim 2 xanım da burada iştirak edir. Bunlar da fəaldılar. Yəni yeri gələndə, yəni ictimaiyyət içərisində, vətənpərvərlik mövzusunda və digər məsələlərdə daha aktiv iştirak edirlər. Buyurun siz də öz ürək sözləri deyirsiniz. Buyurun. Sahib müəllim, mən şəhidlərin hər birinə
Allah'tan rəhmət diləyirəm. Sizə səbir diləyirəm. Allah hər birinə qəni-qəni rəhmət eləsin. Bugün biz onların sayəsində azad firavan bir həyat sürürük. Vətən mənə oğul desən edərdim. Mamur olub qayasında bitərdim. Mən o qədər bir əskər anası olaraq o qədər həyəcan, hiss məni bürüdü ki, nə deyəcəyimi belə şaşırdım. Yenə deyirəm, məqamları uca olsun. Allah hər birimizə səbir versin, çünki hər birimizin şəhididir bu. Tək sizin deyil. Rahib Məmmədov, eləcə də bütün şəhidlər bizim daima qəlbimizdə yaşayacaq. Allah səbrinizi versin. Buyurun Rahibə xanım, siz də öz ürək sözlərinizi deyin. Sahib müəllim, bizim gözəl qardaşımız, dəyərli qardaşımız, Allah sizin qardaşımıza qən-qən rəhmət eləsin, torpağa salıb ömür versin. Mən bir söz də deyim ki, sahib qardaşın, oğlunun da səhv eləmirəmsə, adı Rahibdir. Bəli, bunu da qeyd edeyim, Allah torpağa salıb yaşasın. Bəli. Çox həyəcanlıyam, həqiqətən. Nə deyəcəyimi bilmirəm. Bütün olan sözlərimizi, ürəyimizdən keçənlərimizi, hər birisini bugün bizim gözəl yoldaşlarımız, hər birisi burada iştirak elədi, sözlərini dedilər. Və buradan mən şəhid ailələrinə Allah səbir versin deyirəm. Allah rəhmət eləsin. Allah bizim ordumuzu qorusun. Allah bizim dünyamızı qorusun. İnşallah müharibə olmasın. Allah qazilərimizə can sağlığı versin. Sağlamlıqlarına qovuşsunlar. Və bizim fəxr edəcək insandır. Nə qədər danışsam azdır. Rahib kimi bizim oğlanlarımız, vətənpərvər oğlanlarımızın Allah canlarını sağ eləsin. Məkanı cənnət olsun, nur içində yatsın. Bütün ailəsinə səbir diləyirəm. Çox sağ olun Rahibə xanım. Mən bir məsələni də deyim ki, Rahibə xanım özü bizim ictimai fəallarımızdan. Belə ki, məlumat üçün deyim ki, Rahibə xanım özünün şəxsi tanıdığı adamlarla əlaqə saxlayaraq o imkansız ailələrə o daimə diqqət göstərir, onların yanında olur. Ona görə də belə ictimai fəallıq göstərən bizim xanımlarımız var. Biz onlara da çox sağ ol deyirik ki, bax, belə fəallıq göstərirlər, ictimai fəallıq göstərirlər və belə tədbirlərdə də iştirak edirlər. Bugünkü bizim bu tədbirimizdə bizim Qazi qardaşımız da iştirak edir. Mən istərdim ki, Qazi qardaşım da öz fikirlərini bildirsin. Burada mən açığını deyim ki, kimə sözün əvvəl, kimə sonra, kimə fərqi yoxdur. Əsas odur ki, mən bilirəm bu insanlar əqidəsi və düşüncəsi birdir və bir də olacaq. Buyurun. Çox sağ ol Şakir müəllim, minnətdarıq. Mən Sahib müəllimə minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün bu bizim müəllimələrimizi mən çox demək olar ki, biraz səhhətimlə bağlı yaxşı danışa bilmirəm. Onlara çox minnətdarlığımı bildirirəm ki, şəhid qardaşımızın da plakatının hazırlanmasında çox əziyyət çəkib. Yəni o, bütün şəhidlərimizin adınadır. Mən ön cəbhədə Şirin Mirzəyev, polkovnik leytenant Şirin Mirzəyev şəxsən mənim ən ağır döyüşdə bizə deyib ki, Rahib Məmmədov kimi qəhrəman olmalıyıq biz. Hər birimiz qorxmadan getməliyik. Şəxsən mən həmən o sözlə bağlı bəlkə bir onlarla, yüzlərlə yaralı şəhid çıxartmışam. Özüm də yaralanmışam. Mən Rahib Məmmədovun, bax o komandirimizin dilindən o çıxdığı söz məni rota komandiri vəzifəsinə qaldırmışdı. Yəni mən onun qarşısında baş əyirəm. Eyni zamanda bütün şəhidlərimizin, şəhid analarının, şəhid atalarının, valideynlərinin qarşısında baş əyirəm. Allah ona rəhmət eləsin. Biz ömür boyu onları yaddan çıxarda bilmərik. Çox sağ ol, Qazi qardaşım. Allah sizdən razı olsun. Sağ olun. Bax, Nubar müəllim doğrudan da gözəl bir bu müzəyə bir hədiyyə gətirdi. Qəhrəmanımızın o xalda toxunmuş şəklini təqdim elədi. Və bizim
gözəl şairimiz. Demək olar ki, hər bir şəhidimizə şeiri yazmış Vəliyəddin müəllim buradadır və bu məsələni biləndə Vəliyəddin müəllim həmən bu mövzu ilə bağlı bir şeir yazıb və canlı olaraq mən istərdim ki, elə Vəliyəddin müəllim burada o şeiri səsləndirsin. Buyurun Vəliyəddin. Həqiqətən çox möhtəşəm bir gündür, yadda qalan bir gündür. Rahib Məmmədov adı, bugün onun adını daşıyan biz bu muzeydə olsaq da, hər zaman onu da qəhrəmanlıq adı, onun göstərdiyi o getdiyi yolu hər yerdə olduğu kimi də danışılır, olduğu kimi də bilir. Bu Sovetlər dönəmində olduğuna görə hərdən biz elə gəlir ki, güya bir millət olaraq bu təhcə biz bilirik də onun qəhrəmanlığını. Amma onu bir dəfə də demişəm, Ukraynadan bir adamın telefon söhbətində, bir şəxsi söhbətimizdə o bir şey göndərəcəkdi, ünvan soruşdu məndən. Mən dedim, bəs Ağdam rayon Maharcı kəndi, Oruçca qayıtki Tizderevni Rahib Mamedova. Oradan o saat o tanıdı ki, dedi, ünvanına qədər, kəndinə qədər bildi ki, deməli Ağdam rayon Maharcı kəndi Rahib Məmmədovun kəndi. O Ukraynadan onu bir həkim, onu elə bil. Mənim üçün o an ömür boyu yadımdan çıxmayan bir tarixdir ki, gör, indi Allah rəhmət eləsin, haralar atan. Yəni, nə qədər danışsaq, nə qədər təsvir eləsək də sözlər çoxdur. Mən də bir, elə dünən yazdığım bir şeirimizi bugün burada biz qrup adından, bizim qrupumuzun rəhbəri Rahibə xanıma öz minnətlərimi bildirəm ki, belə gözəl bir qrup təşkil edib və bugün qrup olaraq biz bu muzeye ziyarətə gəlmişik və yazmışam ki, dillərdə dastan eylədin qəhrəmanlıq rəmzini, baxanları heyran edir, seyr etdikcə rəsmini. Bir xalçanın üzərində gördük bugün əksini. Adın olub sənin rahib, bugün dillərdə dastan, fəxr edirik səninlə ki, sən bu yurdun oğlusan. Çoxdur sənin bu yaşına həm acıyan, həm yanan. Fəxr edibdir əməlinlə hər eşidən, hər anan. Bu xalçanı toxutduran sanki doğma bir anan. Hər an əziz tutur səni, sanırsan balasısan. Fəxr edirik səninlə ki, sən bu yurdun oğlusan. Əməlinlə sən demisən bu dünyada sözünü. Göstərmişsən hər bir kəsə sünərinlə özünü. Bir sən oldun o anlarda seçən yolun düzünü. Xilas etdin su cəngindən neçə qızı, oğlu sən. Fəxr edirik səninlə ki, sən bu yurdun oğlusan. Adil hər an qürur duyub bu qəhrəmanlıq adından, çıxmayacaq illər ötsə bu hünərin yadından. Yazdı sənə bu şeiri bu qrupun adından. Bu qrupda kimlər varsa hamısına doğmasan. Fəxr edirik səninlə ki, sən bu yurdun oğlusan. Çox sağ olun əlim, çox sağ olun. Allah razı olsun sizdən. Və gözəl insanlar, mən istərdim ki, bax, bugünkü bu tədbirimizdə, gözəl bir görüşümüzdə, gözəl bir tədbir keçdi və mən bir məsələni xüsusi olaraq qeyd edeyim ki, bizim şəhid ailələrinin yanında daima olan Qorxmaz müəllim də burada iştirak edir. Sahib müəllimlə birgə olurlar. Və istərdim, bax, bu günləri Qorxmaz müəllim düzdür, həmişə tədbirlərin aparıcısı olub. Amma mən istərdim ki, Qorxmaz müəllim bu günlərin bir Ağdamlı kimi, bir vətən oğlu kimi öz sözünü desin. Mən bir daha hər bir kəsi salamlayıram. Nubar müəllimə böyük təşəkkürümü bildirmək üçün. Və həmişə 2011-ci ildə yazılan bir şeirlə tədbirlərimizi həmişə sonlandırmışıq ki, ürəyimiz yaralı idi, vətənimiz tapdaq altında idi. Və həmişə də mən o şeiri səsləndirəndə hamı təəccüblə qulaq asırdı ona və hamı da deyirdi, yəni o gün gələcək. Mən dedim, bəli, gələcək. Çünki bizim ordumuzun təməlini qoyan ümumilli liderimiz hər bir çıxışında deyirdi, biz qaydacağıq o torpaqlara. Və İlham Əliyev cənabları da bizim o yolu tamamladı. Allaha şükür ki, mənim 2011-ci ildə dediyim o şeir, bizim Nadir müəllimin yazdığı o şeir həqiqətən də elə yerini aldı.
Müsəlləh əskərim, eşitsin yağı. Siləcəm sinəmdən bu çarpaz dağa. Əlimə alaraq o al bayrağı bütün varlığımla hayqıracağam. O yurda bayrağı mən taxacağam. Nə düşmən sevinsin, nə yağı dinsin. Görsün qüdrətini, həddini bilsin. Hayma hay verən hayma gəlsin. Dünyanın özünə hay salacağam. O yurda bayrağı mən taxacağam. Güləcək Qarabağ, gedəcək Qubar. Yol gözlər göyçəmiz gözdə intizar, Azərbaycan əskəriyəm. Qarşımda hələ yolum var. Əriməz buzları sındıracağam. Azərbaycan boyda toy quracağam. Ağdamdan Şuşaya yol açacağam. O yurda bayrağı mən taxacağam. Elə o anda var, dünyanın özünə ordumuz səs saldı və Qarabağımız çiçəkləndi. Sağ olun Qormaz. Sağ olun. Siz de sağ olun, Nadir müəllim də, müəllif də sağ olsun ki, belə öncədən belə bir vətənpərvərlik ruhda şeir yazmış, siz də gözəl səsləndirdiniz. Çox sağ olun. Hər birinizə çox sağ ol deyirik və təşəkkür edirik. O şiir məni çox tərpətdi. Niyə? Qarabağa bayrağı Azərbaycan oğlu saçdı, sizlər saçdınız, şəhidlər saçdı. Şuşa döyüşsüz alındı, qayalardan dırmaşaraq. Allah ordumuzu qorusun, Allah dövlətimizi qorusun, Allah sizləri qorusun. Allah sağ mənizə can sağlığı versin ki, bax, bura yığışmışıq, bax, bu tarixi biz yaşayırıq. Bax, bunları, bura bütün Azərbaycandır. Bütün Azərbaycandır. Sağ olun, çox sağ olun. Təşəkkürlər. Beləliklə, hörmətli izləyicilər, öncədən dediyimiz kimi də Ağdam rayon ictimaiyyətinin nümayəndələri və eləcə də bir qrup ziyalılarımız Rahib Məmmədov adına döyüş şöhrəti muzeydə oldular və rayonun ziyalılarından Nubar müəllimə rahibin xalça üzərində toxulmuş şəklini təqdim elədi muzeyə. Ona bir daha öz sağ olumuzu deyirik və sonda Azərbaycanın müstəqilliyi, onun ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Rahib Məmmədovun ruhuna çay süfrəsi açılaraq ehsan verildi. Allah ehsanınızı da qəbul eləsin. Və sonda istərdim ki, həm muzeyin rəhbəri, həm də qəhrəman Rahib Məmmədovun qardaşı Sahib müəllim son olaraq öz bir təəssüratını bizimlə bölüşdü. Buyurun Sahib müəllim. Çox sağ olun Şakir müəllim. Siz Arxiv TV olaraq hər zaman bütün şəhidlərimizin, istər qəhrəmanlarımızın və 1-ci Qarabağ müharibəsində canlı döyüşlərin canlı olaraq çəkilişlərindən paylaşmalar edirsiniz və bugün də 14 may 2026-cı il tarix Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi və Rahib Məmmədov ailəsi üçün qürurlu bir, fəxirli bir, yadda qalan bir gün oldu və Ağdam rayon ictimaiyyətinin, ziyalılarından ibarət bir qrup insan bizim muzeyə gəldilər, ziyarət elədilər. Qəhrəmanın məktəbin həyətində olan büstünün önünə gül dəstələri qoydular, əkil qoydular və Rahib Məmmədovun muzeyinin yarandığı gündən 1987-ci ildən bu günə qədər Rahib Məmmədovun öz şəxsi eksponatları içərisində bu günlərin qiymətli bir eksponat daxil oldu. Rayonumuzun ziyalısı, təhsil işçisi Nübar xanım tərəfindən Rahib Məmmədovun xalça üzərində toxunma şəkli xalça muzeyə hədiyyə edildi və bu da muzeyin ən qiymətli yerində, görkəmli yerində qoyulacaq və bizim muzey kollektiv üçün bu qiymətli bir əsər oldu, qiymətli bir eksponat oldu və yenə Rahib Məmmədov ailəsi adından qəhrəmanın qardaşı olaraq Nübar müəllimiyə və gələn ziyalılarımıza öz dərin minnətdarımızı bildiririk. Allah canınızı sağ eləsin və aramızda bizim qazilər var, şəhid atası Mehman qardaş var, onların özünə şəxsi olaraq şəxsən öz təşəkkürümü bildirirəm ki, bu günlərim gəldiniz və bizim muzeyimiz yenidən iş fəaliyyətini canlandırdınız. Hər birinizə öz minnətdarımızı bildirirəm. Sağ olun. Çox sağ olun Sahib müəllim. Bəli, hər işin başlanğıcı var, sonu var. Mən bu günlərin bu tədbirimizi işıqlandırdığına görə elə həm də bu muzeyin işçisi Elnur Cəmiloğluya mən öz təşəkkürümü bildirirəm. Çox sağ olsun. Hər birinizə mən öz sağ olumu deyirəm. Çünki təşəkkür ancaq bizim şəhidlərimizə aiddir. Bizə sadəcə olaraq bir sağ ol düşür.
və öz adımdan və Arxiv TV kanalı adından hər birinizə mən çox sağ olun deyirəm. Bizim daimi və əbədi olan bir şüar yaratmışıq. Belə ki, bu günlərin sizlər gəldiniz, bu şəhidlərimizi və eləcə də qəhrəman Rahif Məmmədovu yaşatdınız. Odur ki, yaşadanlar yaşayacaq. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Bizə əziz qardaşım, çox sağ olun.